Buyurun. Burada bir şey gördüm. Gene yazırlar ki AFFA niye futbolcu yetiştirmir, ne bileyim falan filan. Arkadaş, AFFA futbolcu yetiştiren kurum değil. Futbolcunu kulüp yetiştirir. Bari danıştık Dinamo'dan da, düzdür. Yaşar Seydov'un videosundan danıştık. Bir dənə bir sponsor. Çünki Dinamo hal-hazırda 2-ci liqada çıxış eləyir. Və o dövlətin ayırdığı vəsait ora bəllidir də. Hətta onlar ayırmaya da bilərlər. Düzdür? Yəni bir nəfər, bu qədər tutalım ki, futbol həvəskarı var, nə bilim, futbola investisiya qoymaq istəyən insanlar var da. O cürünə futbol, belə deyək də, uşaqların olduğu, əməlli başlı strukturun olduğu kluba heç kim pul ayırmırsa, biz bu günləri AFFA-nı tənqid eləməməliyik ki, AFFA. Bu günləri Azərbaycanda futbol olmamağının birinci səbəbkarı AFFA-dır. Bəli. Baxaq, Qarabağ Neftçi, Sabah, Zirə, başqa kim var öz hesabında çempionatda oynayan? Turan Tovuz. Araz Naxçıvan da böyük daha böyük yükü dövlətdən gəlir. Dövlət dotasiyasından. Bəli, Zaur müəllimin dəstəyi az deyil. Yox, var, əlbəttə var. Amma böyük bir yarısını dövlət verəndə yarısını da özü verir. Neçə komanda olur? 6. Və o da ki problemdir. Yəni bugün dövlət dotasiyası olmasa sponsor olan klublar qalacaq, qalmayacaq, o ciddi sualdır. Bu günləri birinci liqası var, Azərbaycan birinci liqası. Dövlət əgər klublara pul ayırmasa, birinci liqada 10 komanda var. İnandırım səni 8 komanda olmayacaq.